Salam dostlar. Çoxdan da sizlər üçün video çəkmirdim və çoxsaylı tələbələrin xahişi ilə bugündən etibarən bütün tələbələrimə söz verirəm ki, mən sizlər üçün videolar davamlı şəkildə paylaşacağam və düşünürəm ki, bu kanal bütün tələbələrim üçün çox faydalıdır və biz artıq 561 nəfərik. Mən düşünürəm ki, 561 nəfərin hamısı bu kanalı sevə-sevə və əylənərək izləyirlər və həmçinin özlərinə lazım olan məlumatlar toplayırlar. Bugün sizlərlə Alman dilində keçən videolarımızın birində izah etdiyim sifətin anlaması mövzusunun ikinci hissəsini izah edəcəyəm. Deməli, sifətin anlamasının biz müəyyən artikellə olan hissəsini izah etmişdik. İndi isə qeyri-müəyyən artikelli sifətləri və artikelsiz sifətləri izah edəcəyəm. Amma videomuza başlamazdan əvvəl kanalıma abunə olmağı, videonu bəyənməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın. İndi isə keçək videomuza. İlk öncə baxaq sifət nədir? Sifət ismin qarşısında gəlir və Alman dilində ismin qarşısında gələn sifət mütləq şəkildə şəkil çalır. Məsələn, der Großmann. Burada ismin qarşısında bir sifət işlənibdir, böyük sifəti, große. Bizim əgər əvvəlki videomuza baxmışsınızsa biləcəksiniz ki, müəyyən artikeldə sifət nominativ halda şəklisi qəbul edir və digər artikelli olan isimlər də eyni qayda ilə nominativ halında qəbul edirdi. Bugün sizlərlə isə aynını, yəni aynı və artikelsiz, yəni ismin qarşısında heç bir təyin edici söz olmayan, sadəcə sifətlə işlənən mövzunu izah edəcəyəm. Deməli, ilk öncə sizlərlə baxacağıq qeyri-müəyyən artikellə olan sifətlərə. Bizim qeyri-müəyyən artikellarımız aynı kişi, aynı qadın, aynı ortaq, kayn da bu qrupa daxildir. Və mən sizə bir dənə məntiq verim. Əgər artikel hal şəkilçisini tam göstərmirsə, sifət bunu tamamlayır. Nümunələr şəklində indi baxacağıq. İlk öncə sizinlə nominativ halda olan kişi, qadın və orta cinsinin qeyri-müəyyən artikelli sifətlərini izah edirəm. Deməli, normalda müəyyən artikelli der-man olan ismi qeyri-müəyyəndə ein-man olur. Və əgər biz buna bir kişi deyirik və yaxud da deyirik ki, yaxşı kişi. Əgər biz buna yaxşı kişi deyiriksə, bu zaman buradakı qeyri-müəyyən artikel ismin, yəni hal şəkilçisini tam göstərmir. Ona görə də bu ismin hal şəkilçisini daha tamamlamaq, daha yaxşı tamamlamaq üçün sifətin sonuna ismin artikelinin sonunu gətiririk. Ein, tamam. Və yaxud da qadın cinsi. Normalda qadın cinsi nədir? Dir. Məsələn, dir Frau. Qeyri-müəyyəndə isə aynı Frau olur. Və aynı Frau da qadının, tamam da buradakı dən biz bilə bilərik. Bunun yəni artikeli deyildir. Amma bu şöne sifət ismin qarşısında gəlir və ismin artikelini tam şəkildə tamamlayır. Yəni sonuna bir dənə şəkilçisi əlavə olunur. Aynı şöne Frau. Gəlsək orta cinsə, normalda orta cins das Kinddir və bunun da artikeli hal şəkilçisini tam göstərmir. Göstərməsi üçün biz sifətin sonuna ismin artikelinin sonunu qoyuruq. Yəni ein kleines Kind. Təbii ki, bunlar hamısı nominativ halda baş verir. Yəni akuzativ, dativ, genitivi qoyuruq qırağa. Sadəcə biz hal-hazırda nominativ, yəni adlı halda olan kişi cinsi, qadın cinsi və orta cinsinin necə sifət sonluğu necə dəyişir ona baxırıq. Yenə təkrarlayıram, kişi cinsində ein Gutamann, qeyri-müəyyən artikel aiddir. Qadın cinsində aynı schöne Frau, kişi cinsin, orta cinsdə isə ein kleines Kind. Bu bizim nominativ halımız. İndi isə keçək akuzativ hala. İndi isə sizə akuzativ halını izah edəcəyəm. Deməli, biz bilirik ki, akuzativ halında kişi cinsi müəyyən artikeldə den olur, qeyri-müəyyən isə einen man olur. Sifət isə ismin qarşısında gəlir və
en şəkilçisi qəbul edir. Yəni akuzativ halda. Buradan daha asan yadda saxlaya bilərik ki, qadın cinsi və orta cins həm nominativ halında, həm də akuzativ halında eyni cür qalır. Yəni nominativ halda D-dir, aynədir. Orta cinsində nominativ və akuzativ halı das-dır. Akuzativi yenə qeyri-müəyyəndə ayındır. Yəni burada yenə D olduğuna görə aynı şönə faal olur. Das-da da eyni ilə dəyişmədiyi üçün ayın neues Haus olur. Yəni biz bayaq da qeyd etdiyimiz kimi nominativ halda şöne sonluğu qadının hansı ki artikl tam hal şəkilçisini göstərmir. Ona görə biz sifətin sonuna şəkilçisi əlavə edirik. Eyni ilə də orta cinsdə isə ayın burada House'un yəni sifət isimin hal şəkilçisini düzgün göstərmədiyi üçün sifətin sonluğuna elə bir sifətin sonluğu bunu tamamlayır. Sifətin sonluğu S şəkilçisi qəbul edir. Bu da bizim akuzativ halımızdır. Mən ümid edirəm ki, bu videonu axıra qədər izləsəz, artıq bu mövzuda heç bir səhv etməyəcəksiniz. İndi isə keçək yerdə qalan dativ və genitiv halımıza. İndi isə sizlərlə dativ halını izah edəcəm. Biz bilirik ki, dativ halında kişi cinsində dem olur, qadın cinsində D olur, orta cinsdə isə dem olur. Əslində dativ hər kəs tərəfindən biraz çətin başa düşüləndir. Amma demək istəyirəm ki, dativ halında bütün sifətlər, demək olar ki 99% sifətlər hamısı en şəkilçisi qəbul edir. Yəni sifətimiz sonluq olaraq en şəkilçisi qəbul edirlər. Qeyri-müəyyəninə baxsaq kişi cinsinin olacaq einem guten Mann. Qadına baxsaq eine schönen Frau. Orta cinsə baxsaq einem kleinen Kind. Və bir şey nəzərinizə çatdırım ki, qeyri-müəyyən artiklın cəmi olmadığına görə, ona görə qeyri-müəyyənin cəmində heç bir hallanma olmur. Cəmin, yəni cəmlərin sifətlərlə hallanması sadəcə ya inkarlıqlarla bərabər işlənə bilir. Yəni mən sizə bayaq qeyd etdim, videoda dedim ki, kain kainə də bu qrupa aiddir. Ya onu inkarlıqla sifətlə bir yerdə hallandırırsınız, ya da ki onu qarşısında heç bir təyin edici olmadan hallandırırsınız. Məsələn, nə müəyyən, zaten bildik qeyri-müəyyənin cəmi yoxdur, nə də inkarlıq olmayanda növbəti izahım elə sırf bununla bağlı olacaq. Cəmlərin də hallanmasına nəzər yetirərik ki, necə hallanır. Çünki qeyri-müəyyən artikllarının cəmi yoxdur. Yəni biri götürüb toplu bir ismin qarşısına qoya bilmərik. Buna görə dativdə sadəcə bir şey yadımızda saxlayırıq ki, 99% isimlərin hamısının sonu en şəkilçisi qəbul edilir. Yəni sifətlərin sonu hamısı en şəkilçisi qəbul edilir. Və buradan da bilirik ki, yenə artikl ismin hal şəkilçisini tam göstərmədiyi üçün bizim sifətimiz bunu tamamlayır. İndi isə son olan genitiv haqqında da məlumat verim. Daha sonra keçək artiklsız sifətlərə. Ondan sonra isə sizə bu videonu tam izlədikdən sonra necə tapşırıqlar işləyə bilərsinizsə, sizə tapşırıqlar verəcəyim. Belə, keçək genitiv hala. Genitiv hala baxdıqda görərik ki, kişi cinsində genitiv hal biz, müəyyən artiklda, qadın cinsində deyə, orta cinsdə isə des olur. Qeyri-müəyyən artiklına baxsaq, eines Freundes, eine Frau, qadın cinsində, orta cinsdə eines film. Üzr istəyirəm, burada bir S-i unutmuşam. Olacaq films. Bəli. Deməli, biz zaten bilirik ki, genitiv halında isimlər, müəyyən isimlər var ki, sonluq olaraq S ya da ES yəni şəkilçisi alırlar. Burada da təbii ki, biz dativ halında nə dedik? Dedik 99% isimlərin, üzr istəyirəm, sifətlərin sonluğu N qəbul edir, düzdür? Genitiv halında da bu
deməli, sifətlər sonlu olaraq en şəkilçisi alırlar. Təbii ki, bizim artikellarımız isimlərin hal şəkillərini tam göstərə bilmir. Ona görə də biz deməli, sifətlərimizin sonuna en şəkilçisi artırırıq. Gen falımızda bu qədər. Ümid edirəm ki, çox rahat bir şəkildə başa düşə bilirsiniz. Belə deyim ki, bu mövzunu tam dərk eləmək üçün, yəni sifətlərin isimlərlə bərabər hallanmasını tam dərk eləmək üçün biz daha möhkəm bir şəkildə artikelləri əzbər bilməliyik. Yəni, belə deyim ki, əzbərləmək yox da dərk eləyərək öyrənməliyik. Artikel mövzusundan sonra, daha sonra müəyyən artikella sifətin hallanması necə edirsə ona baxmalıyıq bundan əvvəlki mövzuya. Daha sonra isə gəlib burada qeyri-müəyyən artikelli sifətlər və artikelsız sifətlərə baxmalıyıq. Və bundan sonra ümumi olaraq həm sifətin hallanmasını yaxşı biləcəyik, həmçinin də artikelların hallanmasını daha yaxşı mənimsəmiş olacağıq. Ona görə də bu videoya baxmamışdan əvvəl, əgər artikel mövzusunda boşluğunuz varsa, əvvəlcə artikel videosuna, daha sonra müəyyən artikelların sifətlərlə bərabər hallanmasına baxın, ondan sonra isə bu videomuza baxın. İndi isə, əgər bura qədər hər şey aydındırsa, indi isə sizlə bərabər keçirik artikelsız sifətlə hallanmaya. Yəni, ismin qarşısında heç bir təyin edici söz olmayacaq. İndi isə sizinlə bərabər keçirik artikelsız hallanmaya. Yəni, sifətin qarşısında, yəni daha doğrusu ismin qarşısında heç bir təyin edici söz yoxdur. Bunun üçün biz baxırıq ilk öncə deyə, yəni müəyyən artikeldə olan, deməli, kişi cinsinə. Təbii ki, bu artikelları sadəcə ismin qarşısında özüm yazmışam ki, yəni bu isimlər həmin bu artikelların isimləridir. Yəni, məsələn, man, beyamandır. Sadəcə olaraq bunların qarşısında heç bir təyin edici söz yoxdur. Yəni, heç bir müəyyən, qeyri-müəyyən və yaxud da inkarlıq yoxdur. Bəs bunlar necə hallanır, ona baxırıq. Deməli, normalda əgər ismin qarşısında, yəni sifətin qarşısında heç bir təyin edici söz görmürsünüzsə, bu zaman burada ən vacib məqam sifət olacaq. Yəni, burada sifət ismi tamamlayacaq. Bunun üçün də biz, deməli, ismin artikelin sonluğunu gətirəcəyik sifətin sonuna. Eyni ilə elə bilin ki, qeyri-müəyyən artikel necə hallanırsa, artikelsız hallanma da eyni ilə bərabər hallanır. Sadəcə bir fərqləri ondadır ki, ismin qarşısında qeyri-müəyyən artikel olur və qeyri-müəyyən artikelli sifət kimi hallanır. Amma burada isə heç bir təyin edici söz yoxdur. Nə inkarlıq yoxdur, nə də qeyri-müəyyən artikel yoxdur. Yenə qadın cinsində şönə fığa olacaqdır, orta cinsində kartesvası olacaq. Bir nə fərqimiz bundadır ki, cəmlər bu zaman hallanacaq. Yəni, qarşısında heç bir təyin edici söz yoxdur, amma hallanır və nominativ halda bunların hamısı adlı xala aiddir, nominativ hala aiddir. Və adlı halda, yəni nominativ halında noye autos olur. Təbii ki, burada divizim cəmdir. Həmçinin bu autosun qabağında inkarlıq da ola bilər. Məsələn, kain autos da ola bilər. O zaman yenə kain, üzr istəyirəm, autos cəmdə olduğuna görə kainə autos olur. Yəni, cəm artikeldir deyə. Bu zaman yenə burada noye autos olacaq. Bu bizim nominativin artikelsız hallanmasıdır. İndi isə digər hallara baxaq. Növbəti isə akuzativ haldır. Çalışdığım qədər sizlər üçün xırdalığıma qədər izah edirəm ki, bu mövzularda heç bir çətinlik çəkməyəsiniz. Deməli, buradan artikelsız hallanmada akuzativ halına baxsaq, biz zaten bilirik ki, kişi cinsinin akuzativi dendir. Qadında di, ortada da, cəmdə də yenə di olaraq qalır. Deməli, yenə ismin qarşısında heç bir təyin edici artikel ya da inkarlıq yoxdur. Bunun üçün akuzativdə də alten man en şəkilçisi qəbul elədi.
Qadında şöne Frau oldu. Şəkilçisi qəbul elədi. Həmçinin bayaq mən sizə demişdim ki, deməli, qeyri-müəyyən artikelli sifətlərin hallanmasında qadın cinsi, həmçinin orta cins, nominativi və akuzativi eyni olduğu üçün eyni olaraq da qalır. İstər qeyri-müəyyən artikelli sifətlərin hallanmasında, istərsə də artikelsiz hallanmada yenə nominativ və akuzativ eyni olaraq qalır. Yəni, şöne Frau, kaltes Wasser eynidir. Burada heç bir təyin edici söz yoxdur və sifət ismin artikelinin sonluğunu götürüb, belə deyim. Təbii ki, cəmdə də yenə nominativlə akuzativ eynidir, di olaraq qalır. Həmçinin bayaq nominativdə izah etdiyim kimi neue Autos olur. Burada da yenə nominativdə də qəbul eləmişdir. Təbii ki, akuzativdə də eyni olaraq qalır. Növbəti isə bizim üçün dativ və genitiv hal olacaq. Deməli, mən ümid edirəm ki, çox belə loru dildə izah edirəm. Eyni dərslərimdə necə sadə bir şəkildə izah edirdimsə, eyni ilə burada da hamınıza rahat bir şəkildə izah edirəm ki, heç bir problemlə üzləşməyəsiniz və dərsləri çox gözəl bir şəkildə mənimsəyəsiniz. İndi isə keçək digər iki hallanmaya. Deməli, dativ halında biz bilirik ki, kişi cinsində dem, qadın cinsində dea, orta cinsində dem və cəmdə isə den artikli olur. Buradan isə deməli, ismin qarşısında, yəni sifətin qarşısında heç bir təyin edici söz yoxdur. Bu artikelləri sadəcə ismin artikelləri olaraq yazmışam ki, yəni yadınızda saxlayasınız deyə. Və həmişə deməli bizim gözümüz daha çox nəyi görürsə, avtomatik olaraq göz yaddaşımız onu belə deyim ki, yəni gözü ilə əzbər yadda saxlamağa çalışır. Ona görə də sizin üçün burada artikelləri qeyd eləmişəm. Deməli, kişi cinsində dativdə, yəni artikel sallanmada guten Mann olur. Qadında schöne Frau olur, schöne Frau. Ortada kalten Wasser. Ən sonda cəmdə isə neuen Autos olur. Deməli, bu da bizim dativ halında olan artikel sallanmamıza aiddir. Mən düşünürəm ki, yenə də bunu təkrar edirəm. Əgər artikel mövzusunu yaxşı biliriksə, əgər müəyyən artikeldə bütün sifətin hallanmasını yaxşı öyrənmişiksə, bunları sadəcə bir neçə dəfə izləməklə yaxşı yadda saxlaya bilərsiniz. Ən sonuncu isə bizim genitiv halımızdır və indi keçirik genitiv halına. Daha sonra isə bir neçə ipuçları verəcəm, daha sonra sizə tapşırıqlar verəcəm və bununla da dərsimizi yekunlaşdıracağıq inşallah. Gəldik ən sonuncu artikelsiz hallanmanın genitiv halına. Deməli, genitiv halında kişi cinsi des, qadın cinsi dea, orta cins des, cəmdə de olaraq hallanırlar. İndi isə sifətimizə baxanda yenə görürük ki, sifət ismin qarşısında gəlir. Burada da təbii ki, artikel olmadığına görə bunu sifətin şəkilçisi tamamlayır və kişi cinsində guten Freundes, qadın cinsində lange Nacht, die Nacht'dır, ona görə lange Nacht. Deməli, orta cinsində alten Hauses və nəhayət cəmdə isə neue Jahre olur, yəni yeni il. Deməli, mən düşünürəm ki, burada bu mövzuda heç bir qaranlıq qalan, heç bir sizin bu mövzu ilə bağlı səhv düşünə biləcəyiniz bir nöqtə, bir hal olmayacaq. Sadəcə olaraq xırdalığına qədər baxın, çalışın, qaydaları əzbərləməyin, onları tətbiq eləyə-eləyə, dərk eləyə-eləyə öyrənin. Yəni, sadəcə, məsələn, guten Freundes oldu, deməli, burada kişi cinsidir, kişi cinsində, məsələn, sifət en sonluğu qəbul elədi, buradan belə əzbərlədik. Çalışın onu dərk eləyərək, cümlədə işlədərək və yaxud da hər hansı bir
ifadə formasında yadınızda saxlayın. İndi mən sizə təbii ki, tapşırıqlar da verəcəm. Həmin tapşırıqları videonu tam izlədikdən sonra inşallah ki, yerinə yetirərsiniz. İndi keçək, müəyyən bir qeydlər verəcəm, daha sonra tapşırıqlarımıza keçək. Tapşırıqlara keçməmişdən əvvəl sizə bir neçə qeydlər deyəcəm. Deməli, əgər artikellər varsa, bu zaman deməli sifət zəif hallanır. Yox, əgər artikellər yoxdursa, bu zaman sifətimiz güclü hallanacaq. Yəni mən sizə indi burada tapşırıqlar vermişəm. Təbii ki, bu qeyri-müəyyən artikelli sifətlərin anlamasına aiddir. 5 dənə deməli ifadə var. Həmin ifadədə sifətlərin düzgün sonluqlarını yerinə qoyacaqsınız. Həmçinin bir neçə qeyddə deyim ki, məsələn, bəzi sifət hallandıranda tutalım ki, məsələn, Aynmandır nominativ halda. Buna, məsələn, yaxşı kişi demək üçün deyirlər Ayn Gutman, olmaz. Ayn Gutaman deməli, yəni gut sifətin sonunda er şəkilsi olur. Məsələn, mitlə işlənsə, məsələn, deyim ki, gözəl xanım ilə, məsələn desəm, burada mit özündən sonra təbii ki, dativ hal tələb eləyəcək. O zaman da burada, məsələn, mit şönfığa yox, mit şönəfığa olacaq. Və yaxud da nominativ halda deyirlər ki, məsələn, gut kind. Gut kind yerinə, yəni yaxşı uşaq yerinə gutes kind desək, məsələn, bayaq necə dedik, kaltes vasa. Məsələn, kalt vasa. Deyirlər ki, burada məsələn, vasa dasdır. Ona görə də qeyri-müəyyən bunun ayın vasadırsa, deməli, hə, bu heç bir təyin edici söz olmasa da sifət burada sadəcə olaraq qalacaq. Yəni, məsələn, gut kind və yaxud da kalt vasa. Amma biz bildik ki, nominativ halda özündən sonra artikelin sonluğunu götürür. Yəni, kaltes vasa və yaxud da ki, gutes kind und so weiter. Deməli, qeyri-müəyyən burada təbii ki, deməli, başlıq olaraq yadımdan çıxıb silməmişəm. Bu artikelsiz hallanma bundan əvvəlki icra elədiyim dərs aiddir. Bu sizin tapşırıqlarınızdır və görürsünüz ki, qeyri-müəyyən artikelli sifətin hallanmasıdır. Burada mit var, mitə diqqət yetiririk. Bundan öncəki cümlələrdə mitin özündən sonra hansı hal tələb etdiyini zaten dedim. Deməli, bu tapşırığı yazırsınız. İndi mən sizə 5 dənə də artikelsiz hallanmaya aid tapşırıq yazacağım və siz onların hamısını yerinə yetirdikdən sonra istəsəniz əgər videonun altında qeyd edə bilərsiniz, səhvləri, düzləri bərabər həll edə bilərik. Lövhədə gördükləriniz isə artikelsiz hallanmanın tapşırıqlarıdır. Bunları da doğru düzgün bir şəkildə videoya baxandan sonra işləyərsiniz. Videonun şərh bölməsində yazarsınız. Bərabər müzakirələrimizi eləyərik, səhvlərimizi düzəldərik. Doğru isə hər zaman olduğu kimi doğru olaraq qalacaq. Bugünlük bu qədər. Sifətin hallanması ilə bağlı bütün detayları, xırdalıqları izah etdiyim üçün sizdən sağollaşa bilərəm. Ümid edirəm ki, hər kəs üçün çox yararlı video olacaq. Ümid edirəm ki, səhifə izlənmədə olacaq və daha çox insanın qarşısına çıxması üçün paylaşılacaq həmçinin. Növbəti videolarda görüşmək ümidi ilə hələlik.